bizim həyatımızda çox xoş bir gündür, əlamətdar bir gündür, sevinçli bir gündür. Arzularımız reallaşdı, xəyallarımız reallaşdı. Bizim üçün ən xoş bir gündür. Və bu bizim arzularımızı reallaşdıran, bugünkü sevinçli günü bizə bəxş edən əziz insan, gözəl insan, dostumuz, qardaşımız Səbuh müəllimə öz təşəkkürümü bildirirəm. Ailəmiz adından, qardaşlarım adından, hamımızın adından, qohumlarla təşəkkürüm. Yaxşı ki varsınız və eyni zamanda bu kitabın ərsəyə gəlməsində zəhməti olan bütün insanlara təşəkkür edirəm, hörmət və ehtiramı bildirirəm. Çox sağ olun, Allah sizi var eləsin. Mənim atam 54 il pedaqoji fəaliyyətinə məşğul olmuşdu. Neçə gənc nəslinin təlim tərbiyəsində fəaliyyət göstərmişdi. Həşim müəllim deyəndə, Həşim müəllimi tanıyanların adı gələndə gözlərində, üzündə bir hörmət və ehtiram əlaməti görünür. Belə bir müəllim. El arasında belə bir söz var. Deyirdilər ki, Həşim müəllimin barmaqları qızıldır, əlləri qızıldır. Eyni zamanda Allah Teala atama elə bir istedadlar vermişdi ki, onun istedadları hüdudsuz idi. O gözəl tarix müəllimi, mükəmməl, şair, rəssam, musiqiçi və bunların içərisində hər kəsə nəsib olmayan bir natiq idi. Həqiqətən də atam fasilələrlə, fasiləsiz, məsələn, bir izdiham qarşısında çıxış etmək bacarığına malik insan idi. Gənclik illərindən saza sözə mehir salmış, sinəsində telli sazı salmış və o vaxtında saza sözə mehir salmışdı. Atam çox vətənpərvər insan idi. Vətənini dərin məhəbbətlə sevirdi və daima Qarabağın azad olunmasını, vətən torpağının azad olmasını böyük bir arzu ilə, istəklə arzuluyurdu. Düz ki, ona qismət olmadı, amma biz o vətən azadlığını gördük. İnsanın bir haqq dünyası var. Mən tam qəti şəkildə əminəm ki, ruhlar Allahın dərgahında və əbədidir. Çünki görürsən ki, birdən inanırsınız, mən deyirəm ki, bu kitab çıxan günü deməli atamın vəfatı gününə düşdü. Təsəvvür edin, Bəhruzda yuxusunda görür onu. Deməli, bu bizim dərk eləmədiyimiz ilahi bir həqiqətlər var. Ona görə də bu gözəl bir sevinçli günü bəxş etdiyinizə görə sizə dönə-dönə minnətdarlığımı bildirirəm. Çünki atamın da ən böyük arzusuydu o. Bunu da nə daxil var, mənim oğlumdur, Bəhruz da dostumuz. Özü, mən deməmişdim, özü müraciət eləmişdiniz. Sağ olun ki, bugünkü günü bizə bəxş elədiniz. Çox sağ olun, minnətdaram. Atam deməli Ağdam Paparəvət kəndindəndir. O kəndin azad olmasını böyük həsrətlə gözləyirdi ki, bala azad olsun, əxyalın gedəcəm. Görə bilmədi. Baş daşında yazılır ki, Həşiməm, yurd ağrısı belimdə, vətən sözü dücərifdir dilimdə, harayından çallaşıdır səsimdə, kəndim Paparəvətdə Qarabağlıyam. Bu şeirdə bir vətənpərvərlik, vətənə məhəbbət hissləri yüksək səviyyədə tərənnüm edilmişdir. Atamın poeziyasında, yaradıcılığında, şeirlərində vətənə məhəbbət hissləri bir leytmotiv kimi gəlib keçir. Vətənə məhəbbət, elə məhəbbət, xalqına məhəbbət. Eyni zamanda atam həm də ziyalı idi. Yəni ziyalı ilə bu işləri qarışdırmaq. Çünki atam hər bir zaman kəndinin, elinin, obasının yanında olurdu. Xeyrində, şərində iştirak edirdi. Dərdlərinə şərik olurdu. Yəni ziyalı bir məhşər kimi qabaqda gedənə deyir. Atam onu bacarır. Müəllimlər müəllimi idi. Allah rəhmət eləsin. Allah sizin ölənlərinizə rəhmət eləsin. İndi bugünkü gündə çox böyük sevinçli bir gündür. Həm də dostlarımız, yaxınlarımız, qardaşlarımız gəlir. Həm də bugünkü günü bizə qismət oldu ki, sizinlə görüşdük, kitab təqdim olundu. Ata, Allah sənə rəhmət eləsin. Qarabağ torpağı azaddır, ruhun şad olsun, kitabın da işığızı görür. Allah sənə rəhmət eləsin. Allah sizin ölənlərə rəhmət eləsin, Allah sizi qorusun. Hər bir zaman sizə can sağlığı, sizin münasibətləriniz, dostum. Mən həmişə deyirəm ki, həmişə məclislərdə də deyirəm ki, iki mühüm məsələ var. Can sağlığı, mehribançılıq.
Yəni bir ailənin qurulması üçün, bir dostluq münasibətində 2 mühüm. Can sağlamayın. Qalan işlər sonra ola da olmaz. Çünki budur insanı yaşadan. Canın sağ olsun. Bu qoşa qanaddır. Bir olmayanda o birisi alınmır. Bunu mən sizə həmişə arzulayıram, həm ailədə arzulayıram sizə bir saqqal kimi, əmi kimi, baba kimi şəxsi münasibətlərinizi qoruyun. Dostluq, mənim deməli, Apaqında qurtarmışam 82-ci ildə. Mənim dostlar, indi biz hər il görüşürük. 6 nəfərik, gedirik. Gedirik, orada otururuq. Yemək yerindən sonra başlayır bir qal yuyur, bir nə yuyur. Və özümüz üçün elə orada istirahət edirik. Görürəm, çox dəyərli. Yəni, bu da yaşadım. Mən dedim ki, dostluq belə bir şeydir ki, biz qan qohumu deyilik. Onlara deyirəm. Amma bizi birləşdirən elə ülvislərdir ki, ona görə dostluq. Mən hətta bəzən deyirdim ki, bəzən deyirəm, o məclislərdə deyirəm ki, qohumlara deyirəm ki, qohum olanda dost qohum olur. Hamı qohum ola bilər, amma dost qohumu hər şeydir. Dostluq abi. İndi onlarla mən deyirəm ki, elə bilirəm ki, ən bir əziz günə gedirəm. Yığışır yevlağa, o görüş yeri dəyişmək olmaz. Dağılışır, gedirik, gəzirik, bax belə bir istirahət edirik. İcazə versəniz, buyur, hoş geldin. Çox sağ olun. Fikrimi bildirin. Əvvəla, çox sağ olun, dəyərli fikirlərə görə. Bizim Bəhruzla münasibətimizin, dostluğun tarixi ən azı bir 20 ilə gedib söykənir. Və bu illər ərzində hər dəfə Bəhruzu müsbət mənada daha da yaxından tanıyırıq. Və Bəhruzun o elə, obaya, vətənə bağlılığı, böyüyə olan o ehtiramı, hörməti və bugün bu sizin aranızda olanda, eləcə də bu şeir kitabını çap edəndə, o şeirlərlə tanış olanda başa düşdüm ki, bu təsadüfi deyil. Bunun məncə də elə hesab edirəm ki, təməlində elə Həşim müəllimin öz ailəsinə, o böyütdüyü övladlarına və təbii ki, bugün öz timsalında o nəvələrinə o ötürdüyü o ziya, o işıq nəticəsində bax belə bir xarakter formalaşa bilərdi. Mən deyim ki, bu şeir kitabını Bəhruz ilk dəfə bu barədə danışanda gördüm ki, onun içində bir istək var və başa düşdüm ki, bu istək əslində qalsa rəhmətli Həşim müəllimin arzusu olubdur və onu gerçək eləmək lazımdır. Və biz də bir naşir olub da bu işi, belə deyək, bu arzunu gerçəkləşdirməsək, bu bizim özümüz üçün böyük bir minus ola bilərdi. Və sonrada da qısa zamanda bu qolumuzu çirmələdik, bu şeir kitabı da arzuladığımız kimi də ərsəyə gəldi. Ancaq həqiqətən də indi siz deyirsiniz, çox qəribədir. Bu kitab necəsə gəlib elə vəfat etdiyi günə gəlib təsadüf etməyi, burada nəsə bir hikmət var. Bəli, bugün elə sizin burada, eyni zamanda da evdə də elə səsləndirdiyiniz fikirlər görürəm ki, o şeirlər oxuyanda rəhmətli Həşim müəllim həqiqətən el-obaya bağlı adam olubdur. Mən bilmirəm, ön sözdə bu məqamı vurğuladım yoxsa yox. Mən elə düşünürəm ki, bəli, o Qarabağın işğaldan azad olunmasını görməsə də, mənə görə o öz hər məclisdə bir əsl belə deyək, natiq kimi çıxışlarında, vətənə bağlılığı belə deyək, təlqin edən şeirləri ilə həm də bizi elə o vətənə yaxınlaşdırmış olur. Nə üçün? O poetik misralarda, o yanaşmalarda insanlara, qohum, qardaşa, məclisdə, hər hansısa bir məclisdə iştirak edən Ağdamlıya o vətən sevgisi aşılanmasaydı, bugün bizim igidlərimiz gedib vətən uğrunda o şəkildə mübarizə apara bilməzdi. Allah o şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Gerdə qalan doğmalara can sağlığı arzulayıram və necə deyərlər, mən də bir naşir kimi, kitabşünas kimi deyirəm, bu kitab, bu nəşir Azərbaycan kitab mədəniyyətinə, Azərbaycan ədəbiyyatına xeyirli uğurlu olsun. Çox sağ olun. Allah